Herkes salam, kanalıma ve yeni vloguma hoş gəlmişsiniz siz qızlar. Səhər bitik. Gecə yatıqlarında qulaq çalmaya yatmışam. Sonra qulağımda mahnı kəsilib, sən də mənə zaretkamı tutarıb. Gecə isə telefona zaretkaya taxmışam. Və yenə də 100% olub çıxartmışam, səhərə yaxın mama çıxartıb. Səhər 6-da isə işıqlar sönüb. 6-ya qalmış bir 5-10 dəqiqə. Mama deyir ki, mən deyir, durdum, su içdim, deyir, gördüm işıqlar yanmır. Gördüm qonşuda da yanmır. Azərbaycanda adət görən qonşuda işıq yanırmı? Mamam deyir, pəncərədən baxdım. Qonşumuzda bir xanımda bir də 2 qızı var. Həmin xanımın pəncərəsinə baxdım, gördüm ki, bəs adım çəkmirəm. Gördüm işıqları yanmır. Dedim, onda işıqlar sönüb yəqin. Bayır isə qızlar dəhşət soyuqdur. Şeh var, duman var, soyuq var, şaxta var. Yağış yağır, dəhşət yağış yağır. Sel aparır hər yeri. İnsanlar dəhşətli zərər görürlər. Heyif ki, neynəmək olar? Allah öz kömək olsun. Hal-hazırda qızlar saat 10'dur, mama saat 8'də durub, mən isə saat 10'da dururam. Zaten işıqsız zamanda, yəni durmağın bir mənası yoxdur deyə düşünürəm. Telefonumda hazırda 98% zaretka var. Narahat olmağın bir mənası yoxdur deyə düşünürəm. Pahalı zaretka var, eləyə bilərik. Amma əgər axşama qədər yanmasa, gedib 1-2 saat çox ehtimal ki, daim gündə oturmağa mecburuq əlbəttə. Neysə. Bacım isə bu arada yenə kiçik bacım qızlar. Ayşə isə getdi 10 günlük, 11 günlük, 12 günlük falan belə 2 həftəlik deyimdə 2 həftəlik Türkiyəyə atamla qardaşımın yanına. Bəli. Xalamın da yanında, xalam gün də orada qalır. Xalam istəyir falan. Getdi ora 2 həftəlik. Bayramda getmək istəyir, gedə bilmirdi. Bu da Atadakı Novruz bayramında qızlar gəldi. Ayın 20'si, yəni getdi də bayram günü 20'si getdi. Bəli, Ramazan vlog çəkmişdim sizə ayın 20'si yadımızdadırsa əgər. Həmən gün orta getdi papa. Bilmirəm, həmin kadrı çəkmişdim, çəkməmişəm. Amma papa ayın 20'si getdi yenə. Qardaşım gül gəlib. Balaca qardaşım gəlməyib. Balaca qardaşım gələcəkmi? Çox sual verirlər. Balaca qardaşım hələ bilinmir, amma balaca qardaşımın hələ 20 yaş var. O orada universitet oxuyur. Bunu da deyim, bilin. Düzdür, bu il axırıncı ildir də. Deməli, bəli, bu il axırıncı ildir qardaşım. Çünki qardaşım 4-cü kursda oxuyur. Bu il artıq məzun olur 4 illik universitetini. Riyaziyyat və fizika müəllimidir. Bilmirəm hansısı. Mən bilən fizika istəyir o. Fizika müəllim olacaq. Mənim qardaşım alim olacaq. Çünki onun riyaziyyatı bir qədər sevmir. Ona görədən yaxşısı fizika olacaq. Olsa yaxşıdır, fizikada olacaq. Fizika müəllimi oxuyur. 4-cü kursdur. 2-ci semestri bitirmə üzrədir. Mən də belə çəhrayı Pandora sırğalarımı taxmışam dünən. Dünənki qəhvəyi rəngdə makyajım da hələ də qalıb makyaj üzərimdə. Silə də silmək üçünsə indi gedəcəm əl üzümü yumağa. Mama sağ olsun bir vedrə su yığıb qoyub. Yəni 2 litrlik yox, 2 litrlikdir mama. 5 litrlik, yəni 5 litrlik vedrədən mama su yığıb qoyub gecədən. Nəyəsə görə. Termoslara çay var. Çaynikdəki çaylar mama deyir soyuyub, termosları içmək lazımdır. Bugün sizinlə işıqsız yağışlı bir gün vlog çəkirəm. İnşallah bəyənərsiniz. Mən bəyənməsəm də vlogu, inşallah siz bəyənərsiniz qızlar. Gerçək həyatda özümüzün də hazırda evdə 6 gündür ki artıq işığımız yoxdur maalesef. İşte bu günləri yaşıyoruz və dedim reallaşdırmam gerekiyor oyunda bile arkadaşlar.
İndi gedirəm qızlar əl üzümü yumağa. Yəni vedrə ilə kənd həyatı kimi gəlin sizə də göstərəm necə sürümlər çəkirik. Dəqiq telefonu qoyaq bura və gedək. Makyajım qəhvəyi, sırğam çəhrayı, əynim ağboz. Fikir verməyin, normal ev hali işdir. Əl üzümü yudum qızlar. İndi pomadamı falan dəymədim. Heç nəyimə dəymədim. Makyaj eləyəcəm zaten yenidən. Bugün yağışlı bir gün keçəcək. Gəlin kombin eləyək. Hal-hazırda düzü saat 11-in yarısıdır, amma nəysə. Bu da mənim kedim. Miyav. Miyav, necəsən Miyav? Gəl sənə də yemək verim. Deyən doğrudan elə. Adama yaxşı düşdüm. Bunlardan verək sənə də. Al ye. Oh. İt də başımızı, pişik də başımızı oyun açır, inanırsınız. Yeməyinə baxın, çox şirindir. Şəpşik. Otur, aferin. Miyav oynasın orada qızlar. Bizsə, baxın, bunun işığı yanıq qaldı. Neysə, qoy qalsın. Zaten işığımız yoxdur. Bugün bəlkə deyirəm mavi rəng kombin edək. Nə deyirsiniz qızlar? Bu köynəyi heç geyinməmişəm də, hə, bildiyimə görə mənim. Gəlin elə bu köynəyə geyinək. Bir də belə bir broşkam var. Bəlkə bunu geyinim. Hani inanırsınız ki, hər şey qarışıq bir-birinə. Ay qızlar, bu broşka da çox pisdir. Bunu da taxmıram. Peki bu nədir belə? Bu da şərfdir. Bunu geyinmək olar uşaq. Bəli qızlar, kombinim belədir, hazırdır. Belə cins yeni, deməli qızlar, belə yeni aldığım cins çantamı aldım üzərimə. Belə bir cins şalvar və mavi köynək, mavi ayaqqabı, krasovkalar. Qızlar, bu krasovkalar çox rahatdır. Bu krasovkalara bayılıram. Bugün kombinim isə mavidir. İstəyirəm bunu taxmama. Pis görünür, taxmıram qızlar. Kameram isə qızlar qanandı. Çox qəşəng çəkir bu bildiyiniz kimi. Durmuş. Bəli, sırğalarım falan taxdım belə, birində belə. Çox gözəl. Boyunbağı, sırğa, üzük, hər şey taxdım. Gözəlləşdi qızlar, belə deyək ümumiyyətlə. Saat 11-in yarısı başladım hazırlaşmağa, yemək falan yedim çünki. 11-in yarısı başladım hazırlaşmağa, hətta 11-ə 20 dəqiqə qalmış başladım. Makyajımı eləyib bitirdim, əynimi dəyişdim, elədim falan. Hal-hazırda saat qızlar 12 tamamdır. Bəli, doğru işdiniz. İndi isə qızlar nə eləmək istəyirəm, ümumiyyətlə heç özüm də bilmirəm. Mama deyir ki, gedək bəs dayıngilə qızlar. Bilmirəm, gedək dayıngilə, yoxsa da necə. Əslində məndə dizel yəni azdır. Getmək üçün vasitə azdır. Bu havada belə havada maşın sürməyi də istəmirəm. Ona görə düşündük ki, gedək elə avtobusla. Nə olur olsun avtobusla gedək. Mama da dedi ki, mən avtobusla gedək, problemdir, gedək avtobusla. Biz də indi avtobusla gedirik. O boyda maşını qoya-qoya. Burada. Nə eləmək olar? Çünki mənim heç halım yoxdur maşın sürməyə. Mama da qorxur bu halda mənim maşın sürməyimə. Və bu havada eynəndə, çünki hava zaten gözəl. Göz qarşısındadır. Qardaşım gəlirdə yoxdur qızlar. Mənə bilirsiniz çatmır. Mən bu boyda hər şeyi, yəni sifariş edə, mənasız şeylərə pul verə-verə bir dənə evə powerbank alıb qoymamışam. Həqiqətən şokdayam. Qardaşım gildə var, amma prosto qardaşım 2 gündür artıq qaynası gilə gedə bilər, yəni qudamız gilə. Yəni artıq işte nə yapmaq olur. Biraz da bu arada telefona falan baxdım. Short videosu çəkdim sizlər üçün, qəşəng foto falan. Bugünə mənim normalda reklam çəkilişim var idi, amma ləğv olundu
səhər tezdən mənə yazdılar ki, ləğv olundu, gəlməyin, əziyyət çəkib bugün bu havada. Yəni bu havada gəlməyiniz heç məsləhətli və doğru deyil. Çox təşəkkür edirəm rəqəm edəcəyimiz işlər. Deməli, bir dənə də bir şey eləməyi düşünürdüm. Amma bu havada düşündüm ki, eləməsəm yaxşıdır və eləmədim, onu təxirə saldım. İndi də qızlar saat 1-ə işləyib 10 dəqiqə. Mən isə gedirəm dayım gilə. Dayım gildən çox ehtimal 4-də falan gələrik. 4-də görüşərik. Qızlar, saat 5-in yarısıdır. 16:31-dir. Tam-tamdan, bəli. Dayım gildən gəldik. İndi isə yuxum gəlir dəhşətli dərəcədə. Amma etdim, telefonlarımızı yenə zayətqəyə qoyduq. Mən də uje 60 neçə idi. Qoydum, elədim yenə 100. İşıqlar hələ də yanmayıb. Neynəmiyorlar? Dayı qoymurdu bizi bu arada gəlməyə. Dedi ki, işıq olmuyor, hara gedirsiniz falan. Amma gəldik artıq nəysə. Deməli, mama da indi necə deyim, mama da qardaşı gəldi, dayım gündə ev üçün yemək hazırladı. Orada yedik, qutardıq hətta. Gəldik. Qazamı da mama orada qoydu. Dedi ki, mən avtobusda yağlı tava aparası deyiləm. Nə olsun ki, yumuşam. Bir kosmetolog özünə necə yaraşdıra bilər axı sizcə onu? Yaraşdırmadı əlbəttə. Yaxşı elədim. Mən də imkan verməzdim heç. Qoymadım da elə bir qızlığım tutdu eləməyə. Qoymadım arkadaşlar, evet. İndi yuxum gəlir, yatacağım bir saat falan. Mama dedi ki, dincəl ay qız özün üçün. Nəyə lazımdır? Dincəlim qızlar. Saat 6'da görüşürüz. Bakalım. Mia, nasılsın? Ne yapıyorsun? Işıksız gezebiliyor musun? Hey. Işıksız yaşayabiliyor musun? Ya şapşik. Neyse kızlar. Yattım, durdum, indim. Elə beləcə də yattım, inanırsınız. Ayaqqabılarımı indi geyindim. Çünki gedirəm hara? Marketə. Amma dedi ki, bir dənə get, nəsə bir şey gör, nə ala bilirsən evdə yeməyəm. Amma dedi ki, birazdan biz acacağıq. Qaranlıq düşməmiş, get al gəl. Bildiyiniz kimi mən elə saat 5-də yatdım. Hal-hazırda saat 7-yə işləyib 20 dəqiqə. Yəni 18:22-dir. Dedim elə gedim marketə, axşam yemək üçün bir-iki şey alaq. Günortada saat zaten 3'də dayım gəldi, saat 3 idi yemək yeyəndə. Yəni birazdan önce acacağıq da, saat 7'də falan yeməyə bir şey alaq. İşıqlar zaten deyiblər ki, inşallah axşama qədər yanmalıdır və yanacaq. İnşallah ki, yanar qızlar. Yəni nə demək, neynəmiyorlar. Gedim marketə, aldıqlarımızı göstərib geliyorum ki. Saat 7'ye qalıb, çantamı da qoyum. Hə. Qızlar saat 7'ye qalıb 10 dəqiqə. Mən də acıdım ucu həqiqətən. Markete gedib nə aldım? Markete gittim, nə bilim, kruasan aldım. İndi yeyirəm gördüyünüz kimi. Çox şey. Sizdən hoş göz haqqınızı alayım bu arada. Kameramı götürək. Belə bir şey aldım. Mama da qoydu mən üçün. Bilməm. Ananas nədir? Doğranmış ananas. Heç belə ananas yeməmişəm. Ye bax. Niyə yemədim? Ay qız yiyib. Qızlara səb olaram. Çox gözəldir. Saat 7'də qızlar. Hal-hazırda deməli bu vlogu montaj eləməliyəm. İşıqlar yanacaq yarım saata. Gedib ödəniş ödəməliyik. Gedib kargolar götürməliyəm daha doğrusu. Gedib kargoları götürürüm. Həm orada ödənişləri ödəyək. Həm də işıqlar üçün bir adam getsin. Baxaq görək nə vaxt yanacaq. Saat 8'ə falan evə qayıdıb yatacağıq. Bu vlog burada da sonlanır. Sağ olun qızlar. Deməli, özünüzə yaxşı baxın. Sağlıqla qalın. Gələn vloglardakı qarşınızda əlbəttə ki, bunun sahibi mən, Games Ice'dir. Kanalıma abunə olun, videoma like atın, vloga yorum yazın. Ben sizi çok severim. Bye bye. Bu vlogu beğendiniz inşallah ki. Yağış yağdı. Ne günler yaşadık.
anılı bir vlog. Bəli. İşıqsız bir vlog. Baka. Özdə yaxşı bax.